Uşaqlar, bugünkü dərsimiz olacaq kəsrlərin toplanması və çıxılması. Birinci gəlin məxrəcləri eyni olan kəsrlərin toplanmasına baxaq. Hər hansı bir kəsrin məxrəci eynidirsə, bunları toplayanda məxrəc olduğu kimi qalır, surətlər toplanır. Yəni 1-in üzərinə 3 gəlir. Eləyir 4-də 4, bu da eləyir 1. Və ya yazıram 5-də 3 üzərinə gəlirəm, 5-də 8. Bu deyilir 5-də 11. Belə qala bilməz. Yazıram 11-i 5-ə bölürəm. 1 tam 6-da 1 tam. Daha doğrusu 2 tam 5-də 1. Yəni cavabımız düzgün olmayan kəsrdir uşaqlar. Onu çeviririk qarışıq ədədə. 9-da 7 üstə gələk. 9-da 6. Cavab verir 9-da 13. Bunu da çevirirəm. 13-ü bölürəm 9-a. 1 tam 9-da 4. Bu məxrəcləri bərabər olan kəsrlərin toplanması. Bir də uşaqlar qarışıq ədədlərin toplanması var. Yazıram. Məxrəcləri bərabər olan hələ ki işləyirik. 3 tam 4-də 1 plus 2 tam 4-də 3. Tamları 1 toplayıram. 5 tam 4-də 4. Uşaqlar, yadımızda saxlamaq lazımdır ki, qarışıq ədədlərdə tamla kəsrin arasında toplam əməli var. Yəni 5 plus 4-ü 4-ə bölsəm eləyir 1. Cavab 6. Yəni biz bunu 5 tam 4-də 4 deyə saxlaya bilmərik. Və ya 2 tam 6-da 5 üstə gələk. 3 tam 6-da 5. Toplasam, tamları toplasam 2-nin üzərinə 3 gəlirəm uşaqlar. Eləyir 5 tam 6-da 10. Uşaqlar, bu qarışıq ədəddir. Biz bunu belə saxlaya bilmərik. Bu 5 qalır. 5 üstə gəlir. 10-da 6-nı çevirək qarışıq ədədə. 1 tam 6-da 4 eləyər. Düzdür. Üstünə gəlirəm 1 tam 6-da 4. Bu deyilir 6 tam 6-da 4. 6-da 4-ün hər iki tərəfi 2 ixtisar gedir. Qalır 6 tam 3-də 2. Və ya 9 tam 8-də 6-nın üzərinə gəlirəm. 3 tam 8-də 7-ni toplasaq, 9 ilə 3-ü toplayıram. 12 tam 8-də 6 ilə 7-ni toplayıram. 13. Bu belə qala bilər uşaqlar. Yazıram 12 üstə gələk. 8-də 13-ü çevirək qarışıq ədədə. 1 tam 8-də 5. Bu deyilir 13 tam 8-də 5. Sonra uşaqlar, tamla qarışıq ədədi rahatlıqla toplaya bilərəm. Tamları toplayıram. Eləyir 9 tam 4-də 1. Məxrəcləri fərqli olan kəsrlərdə istəyir qarışıq ədəd, istəyir adi kəsr. Toplamaq rahatdır uşaqlar. Məsələn, 3-də 1 ilə 4-də 2-ni də toplaya bilərəm. 1 tam 3-də 1 ilə 2 tam 5-də 2-ni də toplaya bilərəm. Yəni, məxrəclər fərqli olanda bir qaydamız var, ortaq məxrəcə gətirmək. 3-də 4-ə bölünən ən kiçik ədəd 12-dir. Vur 4, vur 3. 12-də 4 üstə gələk. 12-də 6. Bu deyilir 12-də 10. Belə qala bilməz uşaqlar. Hər iki tərəfi 2-yə bölürəm. Eləyir 6-da 5. Digərinə baxaq, istəyir qarışıq ədəd olsun. 3 ilə 5 ortaq məxrəc 5. 15. 1 tam 15-də 5 üstə gələk. 2 tam 15-də 6. Bu deyiləyər 3 tam 15-də 11. Heç bir şey ixtisar getmədiyi üçün olduğu kimi saxlayır. Uşaqlar, çıxılma əməlində birinci vahiddən kəsrin çıxılmasına baxaq. Bu vahidin yerinə mən 4-də 4 yaza bilərəm də uşaqlar. Çünki 4-ü 4-ə böləndə 1 olur. Niyə də 4-də 4 yazıram? Çünki məxrəc 4-dür. Çıxıram 4-də 1-i, cavab eləyir 4-də 3. Və ya 1 çıx 6-da 5 yazsın. 1-in yerinə nə qoyaram uşaqlar? 6-da 6 çıx
6'da 5. Eləyir 6'da 1. Sonra bəs 4-dən çıxsam 6'da 1-ini. Uşaqlar yadımızda saxlayırıq. Tamla kəsri çıxmaq olmur. 4'ü parçalayırıq. 3 tam 6'da 6 çıx 6'da 1. Bu deyir 3 tam 6'da 5. Bir daha deyirəm. Tamı bir vahid azaldıram. 4'dür. Bir vahid azaltdım oldu 3. Məxrəc 6 üçün yazıram 6'da 6. Və ya yazıram 7 çıx 1 tam 5'də 2. Tamdan kəsri və ya qarşıq ədədi çıxmaq olmaz. 7'ni bir vahid azaldıram. Məxrəc 5'dir. Çıx 1 tam 5'də 2. 5 tam 5'də 3. 9 çıx 2 tam 6'da 5. 9 önüne nə yazıram? 8 tam 6'da 6 çıx 2 tam 6'da 5. Bu deyil ya. 6 tam 6'da 1. Bu tamdan kəsrin çıxılma qaydasıdır uşaqlar. Bir də belə bir misal yazıram uşaqlar sizə. 5 tam 6'da 1 çıx 3 tam 6'da 5. Uşaqlar fikir verirəm ki, birinci 6'da 1-dən 6'da 5'i çıxmaq olur. Düzdür. Nə zaman çıxa bilmirsənsə, verilən tamı yenə bir vahid azaldıram. Məxrəc həmişəki kimi qalır. Məxrəclə surəti topla, yaz surəti. Çıx 3 tam 6'da 5. Cavab 1 tam 6'da 2. O da ixtisar gedər. 1 tam 3'də 1. 8 tam 7'də 2 çıx 2 tam 7'də 5. Baxıram uşaqlar, 7'də 2-dən 7'də 5'i çıxmaq olur. Xeyr. 7 tam 7'də 9 çıx 2 tam 7'də 5. Bu deyilir 5 tam 7'də 4. Deməli, qarşıq ədəddən qarşıq ədədə çıxanda birinci onun kəsirlərinə fikir verin. Əgər kəsiri çıxa bilmirəmsə, verilən kəsirin tamını bir vahid azaldıram. Məxrəc olduğu kimi qalır. Məxrəclə surəti toplayıb yazıram surətə. Eyni qayda məxrəcləri müxtəlif olan kəsirlər üçün də keçərlidir. 5 tam 2'də 1 çıx 3 tam 3'də 1 bərabərdir. Ortaq məxrəc 6 olar da, düzdür. Vur 3, vur 3. Vur 2, vur 2. 5, belə olacaq. 5 tam 6'da 3 çıx 3 tam 6'da 2 rahatlıqla çıxa bilərəm uşaqlar. Düzdür, 1 tam. Daha doğrusu 2 tam 6'da 1. Bəs belə olsaydı uşaqlar, 4 tam 4'də 3 çıx 1 tam 5'də 4. Gəlin buna baxaq. Ortaq məxrəc 20'dir. Vur 5, vur 5, vur 4, vur 4. Olacaq. 4 tam 20'də 15, çıx 1 tam 20'də 16. Uşaqlar çıxa bilmirəm axı 20'də 15'dən 20'də 16'sı. Neyiniyim? 4'ü bir vahid azaldım. 3 tam 20'də surətlə məxrəci topla. Çıx 1 tam 20'də 16. O da bərabərdir. 2 tam 20'də 10. 9'a heç bir ixtisar yoxdur. Bir dənə də misala baxaq. Yazıram. 8 tam 5'də 2 çıx 3 tam 6'da 5. Ortaq məxrəc neçə olar? 5 ilə 6, 30. Vur 6, vur 5. Olur. 8 tam. Birinci həmişə ortaq məxrəcə gətirin. 30'da 12 çıx 3 tam 30'da 25. İndi baxıram uşaqlar. 12'dən 25'i çıxmaq olmur axı. 8'i bir vahid azaldıram. 7 tam 30'da 42 çıx 3 tam 30'da 25. Bu da bərabərdir. 7'dən 3'ün çıxıram. 4 tam 30'da 42'dən 25'in çıxsam 17. Heç bir ixtisar yoxdur. Misalımız olduğu kimi qalır.